Mübarək Rəcəb ayı Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisidir. Bu ay tövbə diləmə, bağışlanma istəmə, ləyaqət və şərafət əldə etmə, yalandan, qeybətdən, böhtandan, qorxaqlıqdan, yaltaqlıqdan, hər bir eybəcərlikdən müalicə olunma ayıdır. Rəcəb ayı haqqında İmam Cəfər Sadiqdən nəql edirlər. Qiyamət günü carçı ərşin bətnindən bir fəryad çəkər. Eynər Rəcəbiyyum, hardadır Rəcəb ayının əhli? Və insanlardan bir qrup ayağa qalxar və onların simasının nuru topluma işıqlıq və nuraniyyət verər. Bu insanların başlarının üzərinə dür və yaqutla zinətlənmiş sultanlıq tacları qoyular. Onların hər birinin sağ tərəfində 1000 mələk və sol tərəfində 1000 mələk olar. Və söyləyərlər: Ey Allahın bəndəsi, xoş gəlmisən. Allahın sənə əta etdiyi sənin üzərinə mübarək olsun. Bu zaman Allah tərəfindən nida gələr. Ey mənim qadın və kişi bəndələrim, İzzət və cəlalıma and olsun ki, sizin mübarək məqamınızı əziz tutacağam və sizə çoxlu sayda ətalar bəxş edəcəyəm və sizə behişdə saraylar verəcəyəm ki, orada çaylar axır və orada əbədi qalacaqsınız. Və nə gözəl mükafatdır o kəslər üçün ki, çalışmışdılar. Siz könüllü surətdə, mənim xatirimə, bir ayda ki, onun hörmətini uca tutdum və haqqının riayət olunmasını vacib bildim, oruç tutdunuz. Ey mənim mələklərim, bu kişi və qadın bəndələrimi behişdə aparınız. Bu mükafat o kəs üçündür ki, bu ayın bir miqdarında oruç tuta və hətta bir gün olsa da belə əvvəlində, ortasında və ya axırında.